soğanla yeyirlər. Keyfim belə istəyir. Aşı çörəklə yeyə bilirsən? Bəli. Həyat yoldaşım deməlidir. Ömrüm deməlidir. Başımın tacı deməlidir. KFC yox. KFC. Bəy! Anasının qarnında KFC ilə çıxanlar gəldi. McDonald'sda başında papaq. Qınından çıxıb qının bəyənməyən. KFC yox, KFC. Yaxşı, baş üstə xanım, bağışda. Bu bəzi izləyicilərə aiddir. Bu yayınçılar çörək yeyəndə niyə girib yazırsınız? Az yedə qamışlar. Gün ərzində yemək yemirsiniz. Təpirsiniz gözünüzə. Qapıdan keçmirsiniz. Əvvəl avtobusa 100 adam minə bilirsə, indi 50 adam minə bilir. İsmail, çox sağ ol. Bəzilər bizə aiddir. Ha? Yerlər zanit deyə. Yazıb ki, canlıda yemək nə vacibdir? Xanım, efirdə yemək mədəniyyətsizlikdirsə, zooparkda gedib yemək yemirsən cəmiyyət içində, restoranda yeyirsən, millətin içində. Əgər birinin yoxdur deyirsənsə, interneti tapıb bura girə bilirsə, KFC də yeyə bilir. Bu bir. İkincisi, mədəniyyətsizlikdirsə, sən niyə oturub restoranda kofe içənin yanında kebab yeyirsən? O gedib kofe içir, sənsə kebab yeyirsən. Belə qəlbin təmizdir. Ged otur özünə kebab sipariş verəndə, restoranda oturanların, kofe içənlərin hamısına da kebab sipariş ver, yesinlər. Yaxşı. Belə din Allah adamsansa, göz haqqından danışan adamsansa, ged bir dənə yetim qapısı döy, apar bir aylıq alış-veriş elə. Okey, gəlib mən burada ağıl dəryasılığı çəkilmə başıma. Bildin az? Kimsə telefonu varsa, belə pis çıxmasın ha. İnterneti varsa, bura girə bilirsə, bunu da alıb yeyə bilər. Heç kəs mənə pis başa düşməsin. Başa düşdünüz? Bunu da alıb yeyə bilər. Bəziləri biz elə danışır, elə bir ki, dayı hamı qırılır acından. Hamı normal yaşayır özünə görə. Qəribə insandılar. Onda gedib cəmiyyət içində restoranlarda yemək yeməyin. Birinin var, birinin yoxudur. Hamiləsən. Mənim ürəyim hamilə qalmaq istəyir. Niyə qarnıvı belə eləyib gəzirsən? Birinin var, birinin yoxdur. Ərivi alıb qolva gəzirsən. Birinin var, birinin yoxdur. Mən də səni ərinlə görmək istəmirəm. Nətərdir ləzzət elədi dediyim söz sənə. Uşağı olan var, olmayan var. Uşağı nə alıb şəhərdə gəzirsən? Xoşuma gəldi. Ləzzət elədi. Əgər dərinliyə getsə, onda gərək heç kim eşit eləməsin. Ged işinlə məşğul olas. Xoşun gəlmir yeməyimdən, bas çıx bayra. Ağıl verən çıxıblar az mənə. Üzün effekti, həri. Snapchat da var. Düz demirsən. Kaneşinə düz deyirəm. Ona qalsa giyinib keçinirik. Birinin paltar var, birinin yoxdur. Biri sən kimi gündə birini geyinə bilir, biri geyinə bilmir. Dürüstlüyə qalsa yemək nə yeyirəm, gözümə soxuram. Sən bunu görüb görməmiş kimi ağzımın suyunu axıdacaqsınız. Day sən nəyə yaşayırsan bu həyatda? Elə hər yemək yeyəndə ağzın sulanacaqsa görməmişsən sən. Mən vallahi insanları nə yer yesin keçirəm, heç nəfsim də çəkmir. Öz xarakterimdən danışıram. Ya da baxmıram. Nəfsim də çəkmir. Baxmıram. Hə, öz saçlarımdır. Meylim çəkmir. Mənim belə xəsis xarakterim var. Niyə efirdə yeyirsən? Səndən cəza alacağım. Nə olar ki yeyəndə?
Mən tək qalıram, başımı qatıram, yeyirəm. Sənin evdə anın var, bacım var, ərin var, dədəm var. Oturursunuz, ailəlikcə yeyirsiniz. Tək qalıram, başımı qatıram. Nə olsun görmürəm, söhbət eləyirəm də. Çox sağ ol. Sırğalarına. Nə olub sırğalarıma? Yalan danışma, öz saçın deyil. Yox, öz saçım deyil, Atonun saçıdır, taxıb başıma. Atom mənə görə saç uzatdı, verdi mənə. Atonun saçıdır. Atonun saçıdır, ömrüm. Güzelim mənim. Ya ne diyeyim? Direşib öz saçıdır. Bəs qızın hanı? Saxlaya bilmədim, göndərdim çıxdığı yerə. Dedim qızım, haçan pullaşaram, təzdən gələrsən. Dondurup saxlamışam orada. Sənə mənim qızım lazımdır. Onun bunu uşağı ilə maraqlanacaq və ərə get balala da. Balalatdıran yoxdur. Get balala, canımız dincəlsin. Birim verərsən mən saxlayaram. Parmağımı niyə eləyirsən? Rəxidəm də. Rəxidəm, anadan gəlmə rəxidəm. Hə, aşkım kevsidir. Elə bilinir, hə, rəxidəm də canım. Dəlidir, dəli. Üzür məni Sevinç Cəlilova yazıb ki, qudurmusan sən. Qudurub neynəmişəm Sevinç xanım? Məsələn. Qudurub neynəmişəm ömrüm? Ərvəlinlə almışam, Atovəlinlə almışam. Neynəmişəm ömrüm? Keyfsi yemirsiniz. Keyfsi yiyənlər qudurur. Yemirsiniz bacı. Sırğan dığıya oxşuyur. Aşkım, sən o qədər gecə gündüz onu göstərirlər ki, sən divara baxanda da onu görürsən, o dığını. Sən qınamıram. Başa düşsən, sənin evə girən də odur, çıxan da odur, sənə girən də odur, çıxan da odur. Ona görə sən elə hər şeyi dığ olaraq görürsən, aşkım. Dığ. Ne kadar da çirkinsin. Allah'a mesaj göndereceğim ki, bəndən məni bəyənmədi. Zəhmət olmasa mənə WhatsAppda robot şəkli atarsan, elə təzdən yaratsın, dünyaya başdan gələcəm. Sənə görə təzdən. Mənə elə gəlir ki, bala, çirkin mən deyiləm. Çirkin baxan sənin ürəyin və gözlərində. Çünki gözlər qəlbin aynasıdır, bunu unutma. Baxan sənin gözlərində o eybəcər. Göründü sən nə gün desən ki, mənə çirkin deyirsən. Məndən gözəl olsaydı, mənə söz deməzdin. Oturanlara yazırlar. Allah yaradı, lağa qoymayın. Onlar da insandır. Şək eləmə. Qullan haqqı, günahdır, günah. Bu qədər qəlb qırın. İnsanların haqqına girin, evinizə girməyin. Qəlb qırın. Bütün günü mollalarda gəzin, sonra Allahu Ekber, millət şeytan eləcəm statusları qoyun. Onun bunun dalı ilə danışın, onun bunun yemədiyi zadı qalmasın, sonra da durun deyin, mən çimə neynədim çip. Sonra çapa çıpa çapa çıpa 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 çıpa. Sonra da dünya dağılanda deyin ki, biz kimə neynədik çip. Heç kəs. Elə sən də onun kimi bacı. Yəni insan bu həyatda
Allaha da acıq getməsin. Əqli çatışmamazlığı olar ki, oturub tərifləsinlər. Normal adamı tərifləmirlər. Ağıllıyam, bəli. Ağıllı olmasaydım uşaq doğmazdım. Uşağa baxmazdım, atası uşağa. Ağıllıyam ki, bunları eləyirəm də, sən də durub mənə qıraqdan baxırsan. Əsas odur, səndən ağıllıyam. Sən get, hələ oğlan axtar, bir sənə ağ günə çıxartsın. Dəydi dişimə, səni zəhər olasan. Makaron da makaron. Ay qızlar, makaronu heç vaxt lağa qoymayın. Allaha acıq gedər valla. Vaxt gələr o yeməyə də həsrət qalarsınız. Tövbə. Zibil yeşiyində eşələnərsiz, gətirib sizə bir paket makaron verərəm. Heç vaxtı kiminsə yeməyinə lağ eləməyin. Günahdır. Allahdan biraz qorxuvuz olsun. Vaxt gələr Allah ona da möhtac qoyar sizi. Valla tövbə. Belə də ki makaronon olub ki, ən ucuzu 1 manat 50-dən başlayır. Quran and olsun. Bahəm sizlə bahəm. Tövbə. Hələ atavızın evindəsiz də. Atavız nə istəyir, eləyir. Ərə gedəndən sonra elə günüvüz makaron yemək olacaq. Narahat olmayın. Aşkım, səni restoranlarda yasadacağım. Aşkım, hər gün bal ayında olacaq. Aşkım, hələ matmat qut aşkım. Zırt. Hazırlaş. Əllə paltar yumağa. Hazırlaş. Paltarları sərməyə. Hazırlaş. Ərin gələnə kimi şək kimi axşama qədər işləməyə. Hazırlaş ömrüm. Gündə birinci eynirdin, daha ildə birinci eyinməyə. Geyinəcəksən, prosta qəşəng sözlər geyinəcəksən. Qaynanandan, baldızından, ərindən. Gündə bir analıq olmayan sözlər geyinəcəksən əynibə. Hazırlaş ömrüm. Arıqlamaq istəyən qızlar varsa nişanlı vaxtı. Arıqlamasın. Onu sərə gedib arıqlayacaqsınız. Qaynana və baldız diyetası. Yox elə hər gün sənə kebab sipariş verib yedirəcək. Sən elə təpən haqqı. Təpən haqqı. Yenə Allah dədəvizin, anavızın canını sağ eləsin. Ərə gedəndə sunka daşıyır. Valla bu dəqiqə qızların 50%-i ata-anasının pulun yiyirər evində də. Adı ərdir. İqruşka. Kocam da kocam. Başımın tacı, gözümün nuru. Koca. Ne var az ileri gitmeye kocacığım. Düz deyirəm də. Sevgilisine bir şey aldırabilmeyen kız ərinə nə aldıracaq? Ad olsun ki padrugalarına yandıqındı versin ki ərə getdim. Nə qarəsən? Hələ birin doğandan sonra vafşey, fəlakət, müsibət. Makaronu bəyənmir. Evdə ət yeməyi olacağı ancaq ərə görə. Qaynanan deyəcək, ətə dəymə, oğlum gəlib yiyəcək. Bu evdə əti ancaq kişilər yeyir. Qadınlar başın kartuşka qızartması ilə də qata bilər. Qızım, o işdən gəlir, yorğundur, eşək kimi işləyir. Ət ərə layiqdir. Onu da deyəcəm, mənə buradan gəlb yazarsan, makaron göndər, bacı. Hələ dədəvin evindəsən, kefəl ömrüm. Hələ özün işləyib qazanırsan, restoranlarda köf elə. Kanişini düzləyirəm. Qazanın ağzın qaynanadan icazət satanda deyəcəm sənə. Öyle bilir gedir kef eləməyə, Miami. Gitni oluram, olanı deyirəm də. Kef eləyən gəlinlər olacaq, prosta arxada ayaq olanlar. Düzdür, yaxşılar da var, amma azdır da. Ay. Hamilə olmur. Sən Azərbaycan dili dərsi oxumusan? Ümumiyyətlə məktəbə getmirsən, bacı? Yoxsa ancaq kişi də kişi, ər fikirləşmirsən? Sözün başlığında nə deyirəm? Bəziləri. Sən bəziləri sözün mənasını bilmirsən? Əlaqə elə əlaqə.
Deyirəm, bəzilər deyir, hamıya aid deyil. Mən nə deyirəm? Mamun da boşanıb. Birincisi boşanmaq ayıb deyil, amma mamam boşanmayıb. Atam rəhmətə dedib. Boşanmağın eybi yoxdur. Əsas odur, hamıdan gizlin səhər gedib, axşam dədəvin evinə qayıtma. O səhər qızı qaçırdıb, axşam heç nə olmamış kimi qaytaranlar var. Az, eşitirsən məni? Külqabı. Azilləyən. Yağış yağanda evdən yox, özündən daman qaş qaldaq. Eşitirsən məni? Dirkalarımın sayı hesabı yoxdur. Yer gedişinlə məşğul ol, az. Gəlib mənə burada qiriyyət dərsi keçmə, eşitdin az mənə? Kolla butulkası. Yer az buradan. Özünə hörmət eləməyəm. Ərə getmək varsa boşanmaq da var da, alınmır. Nə var burada? Əsas odur gizlincə səhər gedib axşam gəlmirik. Nəysə. Az olub, qonumda, qonşuda, tanışda, səhər aparıblar, axşam gətiriblər. Elə bilirlər, cəmaat çörək qulağın dibinə yeyir. Az olub, siz Allah. Belələr də gəlib mənə burada, məndə çepə tutanlar. İnşallah qayd olunan səhifəyə takib atın. Bir də ora gedin, yorum yazın. Sizdən yaxşı hüquqşünas olardı. Oxusaydım olardı, oxumamışam da kül mənim başıma. Ancaq əl xəstəsi olmuşam. Ərə gedim. Kim mən alacaq, kim mən alacaq. Acıların kadını, aşk kadını olmuşam mən. O vaxt eləyədə qızlar kafaya ərə getməklə yiyirdi ancaq. Hamı biri-birinin bəhsinə gedirdi. Mən ərə gedim. O deyirdi, yo mən gedim. Bu deyirdi, yo mən gedəcəm. Ər də ər. Səndə də olub bilirsən. Olub da. Sevgilisi olmaq ayıb deyil ki. Mən ən azından gizlətmirəm aşkım. Mən ən azından atamın yanında uzun yubka geyinib gedib blokda qaldırmamışam yubkamı. Ən azından şalvar geyinib blokda yubka geyinməmişəm əzizim. Evdən çıxıb blokda geyib yubka geyinməmişəm. Ən azından evə gələndə şalvarımı geyinib evə girməmişəm. Başa düşdün? Ən azından nəyəm, oyam və bildirirəm. Belədir ki, qızı yüzü istəyər, biri alar, yaxşı da eləmişəm. Sən necə azalmalı ya? Özündən bilirsən. Sən niyə yanırsan? Çatır çatladım. Elə mən xəyanəti bağışlayarsan. Yox, mən heç vaxt xəyanəti bağışlamaram. Əsla. Heç vaxt da deyirsən, adam başına gəlir. Yox, bağışlamaram. Qoy deyək, başımıza gəlsin. Mən heç vaxt villada yaşamaram, qızlar. Heç vaxt istəmərəm ki, mənim 3 dənə evim olsun. Özdə biri Ağşəhərdə, Targovuda, bahalı yerlərdə. Heç vaxt istəmərəm ki, mənim Galenvagenim olsun. Mən heç vaxt istəmərəm ki, mənim ərim mənim yeməyi ayağıma gətirsin. Mənim dərdimdən umir, xəstə olsun, gicə olsun. Mən o qədər sevsin ki, dillərə dəstan olsun. İstəmərəm bacı. Qoy deyim olsun. Elələrdən gülürəm, inanırsan. Gülürəm. Gülün ki, başımıza gəlsin. Bu qızmışa bax, ehtiraslı qızlar mənə yaz. Ehtiraslı qızlar kussun sənin başına. Kussun sənin başına. İstəmərəm, yox. Vallahi qızlar məsəl üçün ağ oğlan arzulayır, qara çıxır qabağına, qara arzulayır, ağ çıxır qabağına. Ona görə də aşkım arzuladığımız heç nə olmur. Onun üçün də deyən istəmirəm, qoy olsun aşka. Yaxşı edirsən Orxanın atası, o da bir sənətdir qaqa, amma yay gəlir qaqa, başıva dönərəm. Sal qışa. Elə çənəndən bilinir, narahat olma, bilinir ki, yaxşı marojna yiyənsən. Maşallah, başın heç qalxmayıb yuxarı, qaqa. Bilinir elə. Narahat olma. Ağır oğlandı. Ancaq başı aşağı gəzir. Böyük qəlbi çənəsi.
Heç utanmırsan. Yo, niyə utanım ki? Hara mı görürsən? Bunu deyirsən, bu bahalı kaş kreslodur. Bunu mənə satıcı demişdi ki, xanım canlıda oturacaqsınızsa bununla. Cəmaət elə biləcək oğlan qucağında oturmuşsunuz. Dedim, nə əlaqə? Dedi, çünki bu fosforludur. Sizə kreslo görünəcək, orada canlıda insanlara kişi görsənəcək. Kişi qucağında oturmuş. Sən elə bilsən bu kişidir. Yox aşkım, yox həyatım, yox. Yox ömrüm, yəqin ki, efsini də elə bildi, sigaretdir. Yox bacı qurban, nə içki, nə sigaret bizlik deyil. Əlhəmdülillah. Allah namuslu qriyyətli bacılarımı qorusun. Niyə kefin yoxdur? Kefin bundan artıq nətər olsun ay bala? Gecə saat neçədir? 2000 zərbəliyirləri xəbərimiz var evdə səs salanı. 12-dən sonra zamoku vırağızı otur. Sən can, bu sözləri hardan tapırsan? Vallahi heç özüm də bilmirəm. Bədahətən gəlir dana. Mələklər gəlib, hə, qanadlarınızın birini verərsiniz mənə, sabah uçaram aşkım. Mələkdiləri, mələk, angel. Angel, yəni mələk. Ayıbdır, ayıb, biraz ağıllı ol. Axı, niyə? Yaxşı xanım, oldu. Mən sizi nəzərə alacağım. Oldu xanım. Siz hal-hazırda yəqin mənə meçiddən yazırsınız aşkım. Konum atın, gəlin mən də sizinlə bir yerdə oturum namaz qılım. Namuslu, qriyyətli bacım, oğlan üzü görməyən bacım, Skype-da görüb evlənən bacım, əli oğlan əlinə dəyməyən bacım, əri ilə belə ildə bir dəfə salamlaşan bacım, qriyyətli bacım, namuslu bacım, bütün qadınlara ördək bacım. Xahiş eləsən bas bayra. Çıxca eləz buradan. Bu mütrif kimi belə otur, elə istir hamı mütrif kimi otursun. Elə hər başı aşağı olan namuslu olsaydı aşkım. Nə var idi? Nə var idi ömrüm? Nə var idi? Nə var idi? Elə hər sakit duran kaş elə namuslu olsaydı nə var idi? Səni oteldə tuttum. Neçə il verdin? Videoya çəkərdin də daş başına qırar deyə reytingi. Kişi deyə bu. Gördün mesaj paylaşmadın. Paylaşardın da. Mənə də reyting olardı, sənə də. Xəstə deyə. 100 dəfə demişəm. Bundan sonra gördün, çək paylaş. Yaxşı aşkım. İncimərəm, narahat olma. Çək paylaş. Özə təzə trend mahnı ilə qoyarsan ha. Yaxşı. Libabombes. Yetim. Libabombes. Xahiş edirəm, o mahnı ilə olsun. Yetim. Sən öl, sən öl, sən öl. Bir də görsün mən oteldə aşkım. Prosto elə yanında bacın düşməsin videoda. Bacımın üzün bağlayarsan. Mən elə çək ki bacın düşməsin. Libabombes. Yetim. Libabombes. Nə gün desən yağlı baş. Valla başım yağlı deyil. İndi çinmişəm, indi yumuşam. Gözümün arada yağını yu aşkım. Yox aşkım, mən əsəbi deyiləm. Mənim danışıq tarzım böyle. 12-dən sonra doğrudan səs olmaz. Qayda qanunla olmaz da, bəli. Qonşunu narahat eləməyə heç birimizin haqqı yoxdur. El dilində tərbiyəsizlik və mədəniyyətsizlikdir. Amma arvadın basıb çırpa bilər, heç nə deyən yoxdur. Bəli, ailə olsa, öz evin olsa basıb çırpa bilərsən, döyə bilərsən. Heç kəsin qarışmağa haqqı yoxdur, bəli. Arvadı da özü bilər. Salam, salam. Çok isti oldu ay kız. Senin ahın tuttu. Kimi tuttu aşkım? Salam, salam. Yine neleri kaçırdım acaba? Ne oldu yine? Başındaki çukura kiski, başındaki tuşka riskidir. Aa, hey gü. Olsun, eybi yoktu. Sen başındakinden gönderersen takarım. Bu tuşka riskidir. Libabombes, yetim, libabombes. Yaxşıyam, çox sağ olun. Gəlin üz masaj eləyək qızlar. Eləyək.
Qoy gedib əlimi yuyum, gəlim bura, qəşəng üz masajı eləyim. Məndən soruşurlar ki, qızlar, üzvə nə edirsən? Üzün niyə belə təmizlənib? Nə eləmisən? Kim tüpürüb üzvə? Nə olub? Nə olmayıb? Hər səhər dururam güzgün qabağında 3 dəfə üzümə tüpürürəm qızlar. 3 dəfə üzümə tüpürürəm. Üzüm olur par parıldayır. Bəli. Əgər siz də istəsəz, bu resepti deneyə bilirsiniz. Əlimi yum, gəlirəm, eləyək. Mən çox şey eləyəcəm, amma dözəcəksiniz. Mən biraz üzümə çox zirzibil sürtürəm. Cadugarsan. Aşkım, getdiyim mollaya getmişəm. Yəqin ondan bilirsən. Düz deyir, ay qız, bu yaxınlarda cadu. Düz deyir, hə. Aşın içinə qatmışdım özdə, şeylə, dolma ilə bir yerdə. Sən də oraya getmişdin, aşkım. Düz deyir, hə. Yeməyə qatmışdım, onu deyir. Libabam besledim. Düz deyir, dolmayı aşağı qatmışdım. Aşık olmuşam senin qara gözlərinə. Amma bunu 30 dəqiqə saxlamalıyam. Heydat. Gəlirəm, leylərim, leylə. Yoxdursa, gücün yoxdursa, sənin telefonda konur yoxdursa, mənə qızır at. O da yoxdursa, ged özünü at. O da çoxdursa. Gəlirəm. Çık. Buna baxın, bacımız. Bir çamadan üz baxımı işlədir. Qırılsaydı ürəyim düşmüşdü. Qızlar. Mən bilirsiniz nəyəm, bacı. İndi eləyək, gözləyin. Bunu eləlik qoyun bura. Oha! Bəli, canım, mən beləyəm. Gözləyin. Yüz baxımlarımı gətirim. Libabam bes yetim, cibabam bes yetim. Çox pox püsür buram özümə. Gəlin. Başladıq. Birinci dərvizi masajlarını öyrədəcəm, necə eləmək lazımdır. Ay bacı, oğlan bizi aldadırsa hardan bilək? Deyəcəm. Götür dəftəri. Bir tərəfinə oğlanın sənə elədiyi yaxşıları yaz. Bir tərəfə oğlanın sənə elədiyi pislikləri yaz. Pisliklər yaxşıdan çoxdursa, heç salam sağ olsuz vızqırt komandası ver getsin. Bil ki, səni alladır və almayacaq. Boşuna vaxt itkisidir, bacı. Xiyarla götür xiyarı, oğlanla bir yan-yana şəklini qoy. Gör oxşarlıq çoxdursa vızqırd elə. Bir də pomidorla qoy. Gör oxşarlıq çoxdursa qalsın həyatında. Tamam mı aşkım? Buyurun. Ne alaka? O alakada yani. Başa düştün alaka. Sen başa düşmesen de olur. Zarafatsız dəftərin bir qırağına onun yaxşı əməllərini, bir qırağına da yaz pis əməllərini. İnan Allaha, pislər yaxşıdan çox olacaq və vızqırd eləyəcəksən. Onu da bir tuxunçatısı eləyəcəksən ha. Üz baxma eləyirəm qızlar, nə eləyəcəm?
Göstereceğim indi sizə. Üzə nə eləmək lazımdır. Diqqətlə baxırsınızsa baxın. Liboy, indi evdə yoxunuzsa kollagen kreminiz falan. Liboy əl üz kremini götürürsünüz üzünüzə. Vitaminləri, nə kreminiz varsa. Qızlar. Bunu hər gün 21 gün təkrarlayırsınız. Əl hərəkətlərini göstərirəm indi sizə. Ayka buradasan. Mən sənə aşık olmuşam, əmi qızı. Gör, Mayka buradadır. Kollagen yox da adi üz kremi ilə elə. Səptirmir adamı. Yox, niyə səptirsin ki? Nə səptirsin? Üz kremin yoxdur evdə, bir qız uşağı, bir arvad xeylağı. Bəli, xanım, boğazın xətlərini o çamadanda göstərdiyim yarayır. İndi göstərəcəm sizə. Gözlüyüm bircə dəqiqə. Su da gətirim, gəlim. Arko kremi olar. Olar aşkım, uşağın yanına da vurursan, qızartı getsin, o kremi də vura bilərsən. Problem yoxdur. Xəstə də bu baş işləmir. Gözünlə cəlirəm. Cəlmə qaranlıq gecələr. Gəldim də, nə olub? Az bu niyə açılmayıb? Bunu yerə soxum. Taqətim yoxdur. Bu niyə açılmayıb qızlar? Beynim çöndü ujaya. Bu niyə belə elədi? Yox da, təzə almışam axı səni. Nə lazımdır bu telefon? Не бойся. Açılmadı. Neyse. Eləyirəm. Yığmadı nəsə. Bir dənə qəribə zaret qalmışam qızlar. Hər yerdə yığmır da, yəni tokda. Bəzi yerlərdə yığır. Deməli, qızlar, aslarım nə qəşəng parıldayır, maşallah. Birinci başlayırıq. Əllərimizi belə isidirik. Yogo. Elədir, bəs bayrədə. Deyəm. Əlimizdə krem var, durun eləyək. O necə olur? Ömrümə paz girib, elə bil, Quran and olsun. Sizə göstərəm də necə olur. Elə bil deyirəm, kişi əli götür, sürt əlivə. Nə necə olur? Əldir də, sürtürsən əlivə. O necə olur? Nəysə, götürün kremlərimizi başlayaq. Gəldim, gəl. Ay koşbunu da qayd elə. Qoy qızlar görsün, eləsin. Çox gözəl masajdır, dəri cavanlaşdırıcı. Sırğaları yiyeyim. Əllərinizi isidin. Eləyirsiniz, eləmirsiniz? Çox isitdim. Başladıq. Qoy üzüyü çıxardım. Üzümü deşər. Sab eləyəcəm, onda qayd elə. Gec açırsan, Ləmoş. İndi otur buna da izah elə ki, canlım bağlanmışdı. Zəhləm gedir mənə belə yazanda, kimsə sinir oluram. Neyiniyim açmayıb? Bağlayım, gedim, sabah gələrəm. Başladıq. Davay. Deməli, qızlar, birinci bunu eləyirik. 15 dəfə. Ay, çox isitmişəm əllərimi. Bırnınızı deliyin, ha, bırnınızdan bir yerdə. Danışdırmayın mənə, danışa bilmirəm.
Mənim harda əməliyyatım var yazmısan ki? Bunun əməliyyatı var. Mənim harda əməliyyatım var? Mənim üzümdə əməliyyat yoxdur bacı. Aşkı kuşku. Onun səsdir. Qonşu qışqırır. Burnumda əməliyyat yoxdur mənim. Rüfət, təşəkkür edirəm, çox sağ ol. Sonra, bax bu hissəmizi, gözlüyüm masaj şeyimlə eləyim. Mən niyə əlimlə eləyirəm? Bir dəqiqə. Ay, aşkım gəlib. Trendyoldan gətirdik, yadımdan çıxıb, ay qız. Kızlar. Ay kızlar. Gəlib aşkım. Bir işe yaramır. Aşkım, sənki day tökülübsə yaramayacaq da. Görməmiş ne olur, ama qaşqaldıq. Ay. Bunlar necə eləyirdilər görəsən? Belə eləyirdilər hə qızlar? Hə, vəsə. Başladıq. Amma ikisini bir eyni anda eləməliyəm axı. Birini əlimlə eləyərəm onda. Başladıq. Ay, nə qəşəngdir. 2, 3, 4, 5, 6, 7. Vurmuşam üzümə. 8, 9, 10. Yazıb ki, neynəsən də bir zat deyilsən. Aşkım, ona görə mənim üzümü görənlər deyir, nə gözəl olub üzün. Ay canım mənim, gözəlim, həyatım. Deyir, bağa baxırsan bağ olur, baxmırsan dağ olur ömrüm. Nə gündə daz bu. Nəysə, bundan sonra eləyərəm qızlar. Bundan bir əlim belə, bir əlim belə eləyə bilmirəm. Effekt var. Atamın qəbrindən də olsun, effekt yoxdur. Üzün arıqlayıb, hə? 15 dəfə. Mənim səpkilərim buna görə getməyib. Səpkilərim paylaşıblar da nəyə görə gedib. Amma onu qızlar eləməsin, ha. Ancaq zəman qadın xeylaqları, gəlin xeylaqları. Oldu. Kızlar niye eləməsin? Onu kızlar necə eləsin? Tamponda. Vəsə. Kızlar, bunu mən hər gün 21 gün dayanmadan eləyim. İndi keçirəm maskalarıma. Amma bunu eləsəm canlıda görsənməməliyəm. Ax, bana gedəcəm. Olmaz, hə. Ancaq qadın xeylaqları. Qızların üzünü səpməyi normaldır. Qızlar hamımızda olur o qız vaxtı. Narahat olmayın. Bir dönəmə qədərdir. Keçib gedəcək. Üzünüzə hər zirzibili sürtməyin. Hər ağlınıza gələni, tanalini falan, ağzınıza gələni sürtməyin. Üzünüz keçib gedəcək. Şey var, ləkə aparan, bax o da ləkə aparır. Qarın ağrı dərmanı var, bir dənə adı yadımdan çıxdı. Bir də 90%lik spirt. Bir dənə qarın ağrı dərmanı vardı. Onun adı nə idi az? Kızlar, onun adı nə idi? Yox, o bursu. Bir dənəsi də var idi.
Yox, bir dənə qəribə adı var. As yox, nəysə yadımdan çıxdı, tapıb deyərəm. Az yox, qəribə adı var, tapıb deyərəm. Spirtə qatırıq, o nədir adı? Kızlar 30 dəqiqə olanda deyin mənə. Üzüm ora göstərsəm canlım gedər. Tamam mı? TikTok biləcək ki, manyaksan. İndi 30 dəqiqə görün üzüm nə gözəl olacaq. Bunu göstərəcəm sizə nə eləmək lazımdır. Bu bilsiz nədir? Bu qəşəng bir şeydir. Bu çox qəşəng bir şeydir. Kitay məhsuludur. Koreya məhsuludur. Amma çox gözəl bir şeydir. 30 dəqiqə olanda mənə deyin. Çox qəşəng şeylər var. İndi onları göstərəcəm nə eləmək lazımdır. Kızlar, balina atsanıza kız. PK eləmirəm, hədiyyə gəlsin. Girək başlayayım PK-lara normalini. Adam var ki, PK eləyəsən. 30 dəqiqə olanda deyin, ha, yaxşı. Nə qədər oldu? Üzümü göstərsəm gedərək canlı ondan qorxuram. Nəyə göstərim baxırsan? Mən bunu istifadə edirəm. Bu üz məhsullarıdır. Başa salalım. Qaşıq dəsti. Qaşıq dəstidir bu. Ay. Ay. Çox baha deyil. 100 almışam. Ay. 100'e de yox. 80 neçəyə. Kızlar, mən üzümə baxıram. Kızlar, 30'u keçəndən sonra kafayı yemişəm. Bu 30 dəqiqə olsun, üzümü göstərəcəm. Nədir ki o? Bu Koreya məhsuludur. Dəri cavanlaşdırıcı, dəri qocalmağı dayandırır, qırışları götürür, məsamələr aparır, dərini parıldadır. Hər şeydə hər şeyə xeyir. Hamısı bir yerdədir içində. Başa salacağım. Buranın deyil, Koreya məhsuludur. Nəydən ehtiyatlı olun? Nəyi göstərməyim? Qızlar, mən üzümə, məni kimi kim belədir? Mən üzümə 100 cür şey vururam da, yəni. Həqiqətən ha. 100 cür şey istifadə edirəm özümə. 100 cür. Yəni məndə üzümə istifadə eləməyə çox şey var. Mən çox şey istifadə edirəm. Nə yalan deyim. Mənim xaladenlikimdə yeməkdən çox şey kremlərdir. Özü qoyuram xaladenlikə. Mən çox istifadə edirəm belə şeylər. Hə, məndə çox dəhşət, bəlkə 100 cür, Allah haqqı. Çox dəhşət çoxdur. O qədər zirzibilim var ki. Elə belə şeylər vurmuram da, maraqlanıram. Elə şeylər alıram da, hər vurulan şey yox. Maraqlanıram yaxşılarını. Xeyir olur.
Nə bilim, üzüm əvvələ baxanda çox dəyişilib. Yəqin olur ki, dəyişilib də. Olmasa dəyişilməz ki. Olmur uşaqlar, üzüm pisdir ki. Kojam görün nə qəşəng olub. Əvvəl dərim ləkəli idi, pis gündə idi. İndi üzüm çox qəşəng olub. Kosmetoloqdan da əlavə baxımlar eləməlisən. Hər şey kosmetoloqla tamamlanmır ki. Çox sağ olun. Elə şeylər var ki, burada Azərbaycanda yoxdur o məhsullar. Başa sala bildim sizi? Yəni hər şey kosmetoloqla tamamlanmır. Ürəyim. Nə qədər oldu ay qızlar? Sizə görə 15 dəqiqə saxlayıb çıxardacağım. Nə qədər oldu? Az neçə dəqiqə oldu deyirəm. 37 nədir? Dörd dəqiqə, 10 dəqiqədə, 15 dəqiqədə deyərsiniz. Yox, 15 olmaz hələ. 30 idi qoyanda. 15'te çıxardacağım. Yordu ye bu məni. Maskadayım ona görə. İki olmuşam. Bir dənə bu məhsuldur. Bu məhsulu var. 3-4 dəfə işlədirsən. 3-4 dəfə. Maksimum 3 dəfə. Prosto qoymalısan xaladenika. Yo, maska bana gedər, ona görə göstərmirəm. TikTok bir dəfə elə elədim, bana getdim. Üzün yanmışdı deyə məncə dərin ondan sonra daha qəşəng olub. Ola bilər, hər şeyin bir xeyri var da, hərəsindən biraz xeyri var təbii ki. Amma əzizim, üzüm yenilənib o heç, amma belə şeylərin də xeyri var. Koreya məhsulları burada istifadə edən izləyicilər var. Onlar bilir onların necə qəşəng super effektini. Var burada qızlar. Yəni onların effekti fərqli olur. O üzvə ilə kosmetoloqa getməklə hər şey tamamlansaydı nə var idi? Luna'nın reklamını bilmir necə eləsin. Mən valla Luna'nın burada reklamını eləmirəm xanım. Heç elə məhsullar var ki, mən Luna'dan almışam, heç canlıda demirəm. Özün cırrı qızlar heç demirəm. Belə də ki, oramızı buramızı reklam eləmirik ki. Özümüz istifadə ediriksə deməli yaxşı şeylərdir. Korsan həm də gör də dərdə nə qədər dəyişikliyi var. Səylə qalacaqsan ömrü boyu yana-yana, fake hesab. Saçım bax, uzanıb. Orada yazırlar ki, videonun altında saçı qaynaqdır. Yalandan deyir ki, saçlarını şampundan uzadıb. Yox, aton uzadıb saçımı. Bax, saçım uzanıb da gözünüzün qabağında. Diriyib ki, qaynaqdır. Qaynaqdır. Bəli, Lala xanım, öz saçlarımdır. İstəyirsən 5 dəqiqə gözlə, qoy maskamı qutarım, sübut eləyəcəm sənə. Öz saçımdır, yoxsa sənin qonşun saçıdır. Gözlə burada, görəcəksən birazdandan. Lap edirəsə soda ən keyfiyyətli məhsullar reklam edir. Bəli, ən keyfiyyətlisi həm də özüm edirəm. Bəziləri kimi gedib oradan-buradan istifadə edib, yalandan demirəm ki, mən bunlardan istifadə edirəm. Mən istifadə edəmədiyim şeyi ümumiyyətlə göstərişini eləmirəm. Özüm edirəmsə, deməli, yaxşıdır ki, eləyirəm. Sef deyirəm, qızlar. Valla mən real həyatda görən, real həyatda. İndi TikTok biraz fərqli göstərir də. Quran-ı kərimə and olsun, mənə deyir ki, sənin dərin uşaq dərisinə oxşuyur. Real həyatda görənlər and içir ki, sənin dərim o qədər parıldayır, ailənin canı. Heç tananlı vurmuram ha, bir damcı rumyana vuram. Dərim o qədər parıldayır, dəhşət dərəcədə. Əvvəl bu qədər tananlı vururdum, indi bir barmaq vururam, bir damcı. Şeylə olur ki, heç vurmuram da.
Həyatda dərin par parıldayır. Ya mən həyatda görənlər varsa bu yaxınlarda desinlər ki, düz deyir. Aşık olmuşam qənin qara gözlərinə. Niyə elədi görəsən? Bəs deyirəm də niyə elədi? İstifadə elədiyim məhsullara görə. İstifadə elədiyim məhsullara görə, içərdən qəşəng gözümü qəşəng şeylər eləyirəm ona görə. Kosmetologa gedirəm, eləyirəm ona görə. Yəni mən qulluq eləyirəm dayanmadan. Hərəsindən biraz kömək olur da. On 15 dəqiqə olmaz hələ. Bir kənəsə qoyum oturum üzümə bir dəqiqə qızlar. Qoy hələlik bunda oturum. Bilinməsin. Ağayırım mən canımın dərdindən. Niyə sabitləmək alvar bana? Sabitlədim. Qızlar sabitlədiyim səhifəyə gedin, yorum yazın videoların altına canlar. Nə gözəlsən, nə qəşəngsən, ay şirin. Bu yekə sırğa qulağın. Yo, çox yüngüldür, içi boşdur. Yekə olmaqda baxma, çox yüngüldür. İki dəqiqə qalmadı, hələ var. Gecələr azam, ay. Gecələr səssiz. Yəni qızlar, üzünüzü effekt görmək istəyirsiniz, ən çox Koreya məhsulları işlədin. Onların qızlarının üzü kimi olacaq üzlərimiz. Qəşəng, belə gözəl, şirin olacaqsınız. Qızlar, beni sev atın, bir də canlını paylaşın da, o yarıdan çıxmaq olar. Canlı getmişdi, təzə qayıdıb. Otuz dəqiqədə qoymuşdun da, hə. Məhsullar çox işlədim. Mən gic-gic şeylər çox işlədim. Baxın, budur mən çox istifadə elədiyim. Mən bunu mağazadan alıram. Yaxşı qiymət alıram da. 80'ə falan belə çox baha deyil. 3-4 ay işlədirsən. Ay. Baxın. Bu maskadır. Üzvünüzə eləyirsiniz bir dəfə. Eləyəndən sonra 2-3 dəfə istifadə eləyirsiniz. Qoyursunuz xaladelnikə. Sonra bu üz yumadır. Bu üz yumadır. Bununla da hani o balaca. Burada balaca var. Bununla da bunu qarışdırırsan. Bunlarla da bunu. Üzünü silirsən, boğazını falan. Ay, əlim qırıldı. Orijinaldır, ha. Oradan gəlibsə, yəqin orijinaldır. Yəni birinin ağzını açıb 2-3 dəfə istifadə edirsən də. Maskanı mən bundan ikinci dəfədir qoyuram. Təzədən bir də qoyacağım xaladelnikə, bir də istifadə edib atacağım. Koreya məhsuludur. Sonra bunu bir dəfə istifadə eləmişəm, bir də eləyəcəm. Vəsə. 85'dir ya 80, yadımdan çıxıb da görmürəm.
Hər şey içindədir də, hər şey. O qısa-qısa maskalar alıb vururuq üzümüzə. Bunların hamısı birindədir də. Bir də səhv eləmirəmsə ana cifti var tərkibində. Mənim üzüm balacadır ona görə. Paylaşaram səhər. Üzüm balacadır ona görədir. Bu quruyur da. Bu əslində 30 dəqiqə qalır. Maska üzündə quruyur. Dəri hamısını götürür maska üzərindəki. Quruyur, qupquru olur, götürürsən. Qupquru. Nə oxuyun? Badişka. Bacı, evli insan sevgilisini sevə bilər. Evli insan sevgilisini nə edə bilər? Başa düşmədim heç nə. Evli insan kişi yoxsa qadındır, görüm nə edirsən. Evli insan kimisə sevə bilər, onu demək istəyirsən. Ürəyim sıxıldı. Nə danışırız bu? Az evli insan sevirsən, sən üssüz. Evli insan nə bacı, bir də də ömrüm? Yox, kanişna sevə bilməz. Evlinin sevgisi evinə gedənə qədərdir. Evli kişinin sevgisi evinə gedənə qədərdir ömrüm. Arvadının yanına girənə qədər, evinə girənə qədərdir evli kişinin sevgisi. Sən də onun ancaq çöllüyü ola bilərsən. Yəni gəzdiyi, adnarazıvısı. İstifadə eləyəcək bir müddətə qədər, sonra da atacaq səni. Arvadın biraz vaxtı yoxdur, yazıq qadın. Uşağa baxır, onu eləyir, bunu eləyir. Ərinə vaxt ayıra bilmir, mədən dildə deyim. O da görür ki, arvadın vaxtı yoxdur. Sevməsə hər halda boşanar. Əgər onu evində saxlayıb, səni küçədə saxlayırsa, təbii ki, səni sevmir. Yox, ondan boşanıb səni alacaqsa, o başqa bir şey. Yox, onu evində saxlayır. Amma səni küçədə, yox, evinə gedənə qədərdir. Sən də onun kuklası olmağı seçirsənsə, o başqa bir şey. Mən qız uşağıyam. Qız uşağısansa, bəs nəyə mən sual versən, mən evli kişi məni sevə bilər, yoxsa yox. Təsəvvür etsən, evlisən, ərin çöldən bir qızı sevir. Nətərdir, xoşva gələr. Sənin kimi. Mən evli kişinə qələt eləyərəm, boc. Mən qələt əbdülillah. Mən öz halalcı ərimi kafe quşuna verib gələn adamam. Bircə dakikaya geliyorum kızlar. Kim nə yaşadırsa onu yaşasın. Bəli, yaxşısı da pisi də. Evet. Qoy görək. O kimdirsə o fake hesab. Bayaqdan yanır. Yanır. Fındığı. Yanır o. Onu elə bir şey götürüb aparırlar buralarda. O kimdirsə partlayır, çartlayır, tırslayır. O kimdirsə ürək ağrısı tapdı. O kimdirsə cırıldı qızlar. O bir də yazsaydı atardıq onu, səssizlər etdi, olub gedərdi. Niyə gəlmədi? Gəldi.
Ürəyim sıxır biraz. Kimsə olsaydı biraz pek eləyərdik. Püstürücü. Bu görüm var püstürücü. Sənə görə çıxardım püstürücü. Çıxartdım. Səsim düzəlir qızlar. Səsim gəlir. Fərq yoxdur. Nə bilim deyir də bir damcı var idi. Çıxartdım ki qoy içi rahatlasın. Böyle daha qəşəngdir. Necəsən Sako? Sako canlı niyə açmırsan? Sako bolta düzəlim səni eşitdim. Yox ay qız, qızıl deyil. Prostoydu aşkım. Elədiklərinin effektini bilirəm də çıxartdım ki rahatda da yəni gör ki heç nə yoxdur. Volt yox bolt. Hə də bolta heç açdım. Neysə dana. Bunlar dəli adamlığa qoymağa adam axtarır. Sənə cin musallat olub, həqiqi. Nəydən bildin? Sabahki rutinim eşin aşkım. İndi birazdan kollagen maskalarım var. Onu qoyub yatacağım. 10 dəqiqə qoyub sonra yatacağım. Çox qəşəngdir o kollagen maskalar. Belə şeydir. Üz silmək üçün belə şeylər var. Disklər. Onun içinə belə doldurublar şeyi, tərkibinə. Ondan götürürəm, qoyuram üzümə. 10 dəqiqə qalır. Üzümü çox qəşəng eləyir. İndi də üzümdə heç nə yoxdur qızlar. Pürüstüstürücü çıxartdım.